Dezinfeksiya işləri hansı hallarda və haralarda həyata keçirilir? Dezinfeksiya işlərinin aparılmasının əsas məqsədi xəstəlik törədən mikroorqanizmləri, bakteriyalar, viruslar, göbələklər və s. məhv etmək və ya onların sayının sağlamlığı üçün təhlükəli olmayan səviyyəyə endirməkdir. Dezinfeksiya xəstəlik mənbəyi olan obyektlərdə və ya yoluxucu xəstəliyin yayıla biləcəyi əşyalarda tətbiq olunur. Səhiyyə Nazirliyi tərəfindən dezinfeksiya işləri yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə və ya yoluxucu xəstəlik hadisələrinin baş verdiyi ocaqlarda aparılır. Həmçinin dezinfeksiya işləri yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin görülməsinə dair müvafiq lisenziyası olan fiziki və hüquqi şəxslər tərəfindən müqavilə əsasında aparılır.